Əgər pensiya artımlarından vaxtında xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Salam, hörmətli izləyicilər. Yeni bir video ilə yenidən qarşınızdayıq. Bu videoda sizlərə pensiyalarla bağlı mühüm məlumatları, ən son yenilikləri çatdıracağıq. Gələn aydan etibarən pensiya alan vətəndaşlar üçün, eyni zamanda pensiyaya yeni çıxacaq şəxslər üçün vacib dəyişikliklər gözlənilir. Hansı vətəndaşlarımızın bundan sonra pensiya ala bilməyəcəyi barədə də sizlərə ətraflı məlumat verəcəyik. Bəli, hörmətli izləyicilər, Azərbaycanda əmək pensiyası alan və ya əmək pensiyası almağa hazırlaşan, artıq pensiya yaşına çatmış və bu hüquqdan istifadə etməyə hazırlaşan vətəndaşlarımız üçün çox da sevindirici olmayan bir məlumatı diqqətinizə çatdıracağıq. Qeyd edim ki, ölkəmizdə əmək pensiyası bir neçə əsas şərt əsasında vətəndaşlara təyin olunur. Bildiyiniz kimi, bu şərtlər olmadan əmək pensiyası almaq mümkün deyil. İlk növbədə əsas şərt ondan ibarətdir ki, vətəndaşın müəyyən məbləğdə pensiya kapitalı olmalıdır. Bu kapital minimum həddə çatmadan əmək pensiyası almaq mümkün deyil. 2025-ci il üçün bu tələb olunan pensiya kapitalının məbləği 40.000 manat təşkil edirdi. Yəni bu məbləğə çatmaq əmək pensiyası almaq üçün birinci və əsas şərt hesab olunur. Eyni zamanda ikinci mühüm şərt isə ondan ibarətdir ki, vətəndaş ən azı 25 il əmək stajına malik olmalıdır. Yəni vətəndaş 25 il ərzində işləməli və bu müddət ərzində dövlətə sosial ödənişlər etməlidir ki, əmək pensiyası hüququ qazansın. Əgər bu iki əsas şərtdən hər hansı biri ödənilməzsə, həmin vətəndaşa dövlət tərəfindən yalnız 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilir. Bəzi hallarda isə vətəndaşlara minimum əmək pensiyası verilir ki, bunun da hazırki minimum məbləği 320 manat təşkil edir. Hörmətli izləyicilər, bu 320 manat məbləğində olan minimum əmək pensiyası hansı hallarda verilir? Bu məsələ dövlət tərəfindən vətəndaşlara edilən müəyyən bir güzəşt kimi qiymətləndirilir. Qeyd edim ki, minimum əmək pensiyası əsasən 2006-cı ildən 2018-ci ilə qədər olan dövrdə, yəni 12 il ərzində müəyyən miqdarda pensiya kapitalı toplamış vətəndaşlara şamil olunur. Məsələn, həmin illər ərzində hər hansı bir vətəndaşın 8.000 manat, 10.000 manat və ya 15.000 manat pensiya kapitalı olubsa, ümumi tələb olunan məbləği tam toplamadığı halda belə, ona dövlət tərəfindən minimum əmək pensiyası təyin oluna bilər. Hörmətli izləyicilər, indi isə əsas dəyişiklik nədən ibarətdir, bu barədə danışaq. Dəyişiklik birbaşa pensiya kapitalının məbləği ilə bağlıdır. Bu məsələ bir çox vətəndaşları, xüsusilə də hazırda pensiyaya çıxmağa hazırlaşan, pensiya yaşına çatmış və ya yaxın vaxtlarda çatacaq olan şəxsləri narahat edir. Çünki bu dəyişiklik onların planlarına birbaşa təsir edir və o qədər də müsbət hesab olunmur. Belə ki, Azərbaycanda əmək pensiyası almaq üçün tələb olunan pensiya kapitalının məbləği artırılır. Əslində bu artım prosesi hər il baş verir. Sadəcə olaraq bu il baş verən artım əvvəlki illərlə müqayisədə bir qədər daha çoxdur. Qeyd edim ki, ölkəmizdə pensiya kapitalının artırılması əvvəlki ilin inflyasiya səviyyəsinə uyğun şəkildə həyata keçirilir. 2025-ci il üzrə inflyasiya səviyyəsi 5,6% təşkil etdiyinə görə, bu ildə pensiya kapitalı məhz həmin faiz qədər artırılır. Bu hesablamaya əsasən əvvəl 40.000 manat olan tələb olunan pensiya kapitalı artıq 42.240 manat olaraq müəyyən edilir. Yəni yeni ildən etibarən bu məbləğ qüvvəyə minəcək. Bu o deməkdir ki, indiyə qədər, yəni 2025-ci ilə qədər 40.000 manat pensiya kapitalı toplamış vətəndaşlar əmək pensiyasına çıxa bilirdilərsə, bundan sonra bu məbləğ kifayət etməyəcək. Yeni qaydalara əsasən vətəndaşlar mütləq şəkildə 42.240 manat pensiya kapitalı toplamalıdırlar ki, əmək pensiyası ala bilsinlər. Əgər vətəndaş bu məbləğdən az pensiya kapitalı toplayıbsa, o zaman ona ən yaxşı halda minimum əmək pensiyası, yəni 320 manat təyin oluna bilər. Bir çox hallarda isə şərtləri tam ödəməyən vətəndaşlara yalnız 220 manat məbləğində yaşa görə sosial müavinət verilir. Bu dəyişiklik təbii ki, pensiyaya çıxmağa hazırlaşan vətəndaşlar üçün o qədər də yaxşı xəbər hesab olunmur. Çünki pensiya kapitalının artırılması o deməkdir ki, insanlar daha uzun müddət işləməli və daha çox sosial ödəniş etməlidirlər.
Bu isə xüsusilə yaşlı və artıq pensiya yaşına çatmış vətəndaşlar üçün əlavə çətinlik yaradır. Belə vətəndaşlar da var ki, artıq böyük çətinliklə 40 min manat pensiya kapitalını toplamışdılar və pensiyaya çıxmağa hazır idilər. Lakin kapital məbləğinin artırılması onların planlarını dəyişir və onları əlavə olaraq bir neçə il daha işləməyə, dövlətə sosial ödənişlər etməyə məcbur edir. Bu isə təbii ki, hər kəs üçün asan deyil və bir çox vətəndaş üçün ciddi çətinlik deməkdir. Bəli, hörmətli izləyicilər, digər pensiya növləri ilə bağlı da müəyyən qayda dəyişiklikləri mövcuddur. Bu barədə daha ətraflı məlumatı növbəti videolarımızda sizlərlə bölüşəcəyik. Növbəti videoda həmçinin ünvanlı dövlət sosial yardımı ilə bağlı dəyişən qaydalar haqqında da ətraflı məlumat təqdim edəcəyik. Videomuzun sonuna gəldik. Növbəti videoda görüşmək ümidi ilə. Əgər pensiya artımlarından vaxtında xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.